İnsan. Quranda insan haqqında təqribən 15 mənfi xislət qeyd edilmişdir. O səbirsizdir, şikayətçidir, xəsisdir, tələskəndir, tamahkardır, ümidsizdir, ədalətsizdir, cahildir, mübahisəçidir, sevinən, təkəbbürlə lovğalanandır, özündən razıdır, öyünəndir və s. Bu xüsusiyyətlərin hamısı insan nəfsini xarakterizə etmək üçün Quranda bir diaqnoz kimi qeyd olunur. Bunlar insanın xüsusiyyətləridir. Lakin bu xüsusiyyətlər mütləq hər bir insanda eyni anda və açıq şəkildə təzahür etməli deyil. Hər bir insanda bu xüsusiyyətlərin hamısı var. Elə bir insan yoxdur ki, onlarda bu olmasın. Amma bəzilərimizdə bu xüsusiyyətlərin yalnız 3-4-ü üzə çıxır. Bəzilərində 5, 6 və 7 xüsusiyyət. Digərləri isə gizlidir. Onlar var, amma hələ təzahür etməyib, aktiv deyil. Bəs onlar nə vaxt aktiv olur? Sənin mənfi xüsusiyyətlərini oyadan mühitlə qarşılaşanda bu xüsusiyyətlər üzə çıxır. Məsələn, təsəvvür et ki, məndə bu xüsusiyyətlərdən 4-ü var. Amma mən əsla xasim deyiləm. Xasim o kəsdir ki, mübahisə edir və yalanı müdafiə edir. Həqiqəti bildiyin halda yenə də özünü müdafiə edir, özünü haqlı göstərməyə çalışırsan. İnsan təbiəti belə deyilmi? Mən həqiqəti bilirəm, amma dostlarımın və başqalarının gözündə kiçilməmək üçün inad edirəm. Bu xasimdir. İnsan mübahisəyə ən çox meyl olandır. O hökmən mübahisə etməli, özünü müdafiə etməlidir. Tutaq ki, mən nə xasim olmuşam, nə də xəsis olmuşam. Amma xəsis insanlarla ünsiyyət qurduqda az-az mən də xəsislik keyfiyyətini qazandım. Tamahkar və xəsis oldum. Eləcə də sən. Səndə də müəyyən mənfi xüsusiyyətlər var. Məndə də müəyyən mənfi xüsusiyyətlər var. Başqasının da mənfi xüsusiyyətləri var. Və biz anlamadan bu xüsusiyyətlərlə bir-birimizi qidalandırırıq. Buna görə də Quran insanı yalnız qınaq kontekstində yad edir. Çünki insan dedikdə bu mənfi xüsusiyyətlərə sahib olan nəzərdə tutulur. Allah buyurur, insan zəif yaradılır. Niyə? Nəyə görə insan zəifdir? Çünki onun daxilində onu zəif edən bu mənfi cəhətlər var. Bəs sən nə vaxt güclü olursan? Sən insan modelindən iman modelinə, yəni mömin insana çevriləndə. Sən dəyişəndə, səndə başqa xüsusiyyətlər yaranır. Buna görə də Allah həmişə istisna edir. İman gətirənlərdən başqa, namaz qılanlardan başqa. Yəni, bu artıq başqa mərhələdir. Ona görə də Qurandakı tərbiyə layihəsi insanı mənfi xüsusiyyətlərdən iman edən adam modelinə, yəni əks xüsusiyyətlərə sahib olan insan modelinə keçməklə bağlıdır. Az öncə sadaladığım mənfi xüsusiyyətləri xatırlayırsan, Quran onların əkslərini də qeyd edib və bu artıq mömin insanın modelidir. Biz bu keyfiyyətləri bilməliyik. Allahın Quranda bu mənfi xüsusiyyətlərin əksi haqda da xəbər vermişdir. Amma bu xüsusiyyətlər bütün insanlarda deyil, yalnız iman gətirən insanlarda cəm olur. Məsələn, əhdə vəfa edənlər, sadiq olanlar, düz danışanlar, əli açıqlıq edərək sədəqə verənlər, zəkat verənlər, zina etməyənlər, günah işlərdən çəkinənlər, boş sözlərdən, lağlağadan uzaq olanlar və s. Allah iman gətirənləri ən gözəl xüsusiyyətlərlə yad edir.